Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Eqimis salata liduluki şemsi ila gasaqil laili. Rahman ve Rahim olan Allah Taala'nın adıyla gün ortadan, yani gün batmağa meyil edəndən gecənin qaranlığına dək namaz qıl. Bu ayə əzizlər İsra surəsinin 78-ci ayəsidir. İstəyirəm zöhr namazının fəziləti və əhəmiyyəti haqqında siz əzizlərə danışım. Alimlərin fikri budur ki, Quranda birbaşa adı, yəni zöhr gəlməsə də vaxtına işarə olunub. Allah burada buyurur ki, günəşin batmağa meyil etməsindən gecənin qaranlığına qədər namaz qıl. Yəni günəşin meyil etməsi zöhr namazın vaxtının başlanğıcıdır. Alimlərin təfsirinə əsasən. Zöhr namazının fəziləti və əhəmiyyəti, yəni günorta vaxtı qılınan vacib namazdır. Bəndənin Allahla olan əlaqəsinin yenilənməsi kimidir. İnsan səhərdən dünyəvi işlərə məşğul olur, başı qarışır. Zöhr isə onu yenidən Allaha qaytarır. Yəni o gün ərzində iş başında əzan verilir və Allah Quranda bizə bu vaxtı namazı vacib eləyib. Yəni insanlar yenə gəlir, dünyəvi işlərini buraxır, Allaha tərəf qayıdır. Peyğəmbər əleyhissalam buyurub, günorta vaxtı göyün qapıları açılır və dualar qəbul olunur. Bu vaxt ilahi rəhmətin nazil olduğu xüsusi anlardır. Yenə əziz İslam Peyğəmbəri əleyhissalam buyurur ki, zöhr vaxtı cəhənnəm alovu qızışdırılır. Ona görə də bu vaxt namaz qılaraq Allaha sığının. İmam Əli əleyhissalamdan hədis var. Zöhr namazı qoruyan kəs Allahın himayəsində olar. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, vacib namazların ən mühüm vaxtı onların əvvəl vaxtıdır və zöhr namazını da əvvəl vaxtda qılmaq böyük savabdır. Zöhr namazının xüsusi hikmətləri var. Günün ortasında ruhun təmizlənir. Günahların bağışlanmağına səbəb olur. Qəlbə sakitlik və nur verir. Allah Taala'nın rəhmət qapıları açılan vaxtlardır. Allah Taala ki, qiyamət günü ilk hesab soruşacaq namazdır. Demək, zöhrü də bu sıradadır, bu cərgədədir. Allah Taala bizə onu da soruşar. Zöhr əzanında Allah çağırır ki, mənim bəndəm gəl, mənə tərəf dön. Hamımız bu çağırışı qəbul etməliyik və rahatlıq onunla qəlbimizdə tapmalı olacağıq. Ruhun
yüksələr, günahların yüyülər, amma çağırışı əzan ki, zöhrə bizi çağırır, biz ora getməsək, yavaş-yavaş Allah Taala'dan uzaqlaşırıq. Və yaxud əzan veriləndə bir iddə məscidə tələsir, bir iddə məsələn haram süfrə başına gedir. Bu da onun qiyamətdə böyük peşmançılığına Allah eləməsin səbəb olar. Odur ki, Allaha tərəf qayıtmaq, Allahın çağırışına səs vermək daha dünya və axirət səadətidir inşallah. Namaz ümumiyyətlə vaxtında qılınsa, Allah da sənin dünya işində əvvəl ehtiyacın olanda özünü çatdırar. Xudavand Allah Taala zöhr namazını vaxtında qılanlardan bizi qərar versin. İnşallah qəlbimizi namazla diriltsin. İnşallah bizi özünə yaxın olan bəndələrindən qərar versin. Amin ya Rabbəl alamin.